Əbədiyyət axtarışında doğmuş zaman rubrikamızın növbəti ünvanındayıq. Azərbaycanda yazıçı və bəstəkarların xatirəsini əbədiləşdirmək üçün yaradılmış ilk memorial muzey Səməd Vurğunun Ev muzeyi. Gəlin muzey ilə yaxından tanış olaq. ...1975-ci il 6 oktyabrda Ümumilli lider Heydər Əliyevin təşəbbüsü ilə muzeyin açılışı olmuşdu. Muzey 6 otaqdan ibarətdir. Onlardan 3-ü memorialdır. Şairin iş otağı, qonaq və yataq otaqları şairin sağlığında olduğu kimi qorunub saxlanılır. Biz sizinlə indi Səməd Vurğun iş otağındayıq. Məhz bu yazı masası arxasında Səməd Vurğun çox yuxusuz gecələr keçirmiş, öz qiymətli əsərlərini, şeirlərini yazmışdır. Həyat yoldaşı Xavər xanım həmişə xatirələrində qeyd edirdi ki, Səməd Vurğun bu yazı masası arxasına heç vaxt ev geyimində keçməzdi. Yalnız rəsmi geyimdə əyləşib yazardı. Və 1954-cü ildə çəkilmiş fotoşəkil həmin xatirəni təsdiq edir. Riga markalı radio qəbul edici 1954-cü ildə şairin ailəsi tərəfindən alınmışdı. Çox təəssüf ki, şair öz 50-lik yubiley tədbirindən qatıla bilməmişdi və bu radio vasitəsilə öz yubileyini canlı dinləmişdi. Ailə üzvlərinin dediyinə görə şair saatlarla bu radionun qarşısında əyləşib vətənimizin, eləcə də xarici ölkələrin verilişlərini, xüsusən də musiqisini dinləyirmiş. Bir dəfə ərəb musiqisinə qulaq asan zaman mütəəssir olaraq belə demişdi: yazıq şərq həmişə ağlayır. Doğma vətəninə, torpağına, təbiətinə vurğun olan şairin 1935-ci ildə yazdığı Azərbaycan şeiri ədəbiyyatımızın incilərindən sayılır və siz bu vitrində məhz Azərbaycan şeirinin əl yazmasını görə bilərsiniz. Gördüyünüz bu güşə şairin həyat yoldaşı Xavər xanım Vəkilovaya həsr olunub. Xavər xanım muzey açılandan ömrünün sonuna kimi muzeyə rəhbərlik edib. Güşədə müxtəlif illərdə çəkilmiş fotoşəkillər və şəxsi əşyalar nümayiş olunur. Gördüyünüz bu üzüyü Xavər xanım ilk prezident təqaüdünə almışdı. Üzüyün içərisində Səməd və Xavər yazılıb. Xavər xanım ölümündən sonra bu üzük və Səməd Vurğunun şəkli ilə dəfn olunmasını istəmişdi. Lakin İslam adətlərinə zidd olduğu üçün onun bu arzusu yerinə yetirilməyib. Çox böyük mənəvi dəyəri olan antik zəngli saat. 27 may 1956-cı il axşam saat 8-in yarısında şair dünyasını dəyişən zaman ömürgün yoldaşı Xavər xanım öz əlləri ilə bu saatın əqrəblərini dayandırmışdı və bununla da Xavər xanım Səməd Vurğuna olan sevgisini və bağlılığını son dəfə göstərmişdi. 27 may 1956-cı ildə şair dünyasını dəyişir və onun ölümündən sonra heykəltaraş Fuad Əbdürrəhmanov tərəfindən şairin ölüm maskası hazırlanır. 2015-ci ildə muzeydə şairin oğulları, Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələri, xalq yazıçısı Yusif Səmədoğlu və xalq şairi Vaqif Səmədoğlunun xatirəsinə həsr olunmuş ekspozisiya yaradılıb. Vaxtilə Səməd Vurğunun onun ailə üzvlərini ifa etdiyi royalda, həmçinin dövrün görkəmli bəstəkarı, Şərqdə ilk operanın müəllifi, şairin yaxın dostu Uzeyir Hacıbəyov, eləcə də digər görkəmli bəstəkarlarımız Qara Qarayev, Fikrət Əmirov, Səid Rüstəmov, Süleyman Ələsgərov, Vaqif Səmədoğlu və başqaları çalmışlar.
Səməd Vurğunun son şəkli 30 yanvar 1956-cı ildə çəkilib. Şair 1955-ci ildə oktyabr ayında Vyetnama gedərkən yolda xəstələnir və bir neçə gün Pekin xəstəxanasında müalicə alır. 15 gün sonra şair qatarla vətənə qayıdarkən yol yoldaşı Rusiyalı mühəndis Georgi Grushnitski şairi tanımış və Zabaykal dəmiryolu Xilok stansiyasında həmin bu fotonu çəkmişdi. Şairin ölümündən xəbərsiz olan Georgi Grushnitski bir neçə ay sonra bu fotonu şairə ünvanlanmış məktubla birlikdə Bakıya göndərmişdi.